Allah Teala buyurur ki, "Qad nara taqalluba vecihike fis-sema." Biz senin üzünü semaya çevirdiğini görürük. "Felenuvelligenneke qibleten terdaha." Seni ürəyimin istəyib razı qaldığın qibləyə tərəf yönəldəcəyik. "Fevelli vechheke şatral mescidil haram." Üzünüzü Məscid Harama çevirin. Peyğəmbər sallallahu aleyhi və səlləm bundan qabaq hara namaz qılırdı. Qüdsə biz hədislə bilirik. Quranla. Hara namaz qılırdı. 1 il 6 ay. Deməli Peyğəmbər sallallahu aleyhi və səlləm 1 il 6 ay qibləsi olub vəhiy ilə, sünnə ilə, Quranda yoxdur. Müsəlmanların 1 il 6 ay qıldıqları namaz vəhiy ilə olub və qiblə də olub. Elə deyil. Şatral Məscidil Haram, Məscid Haram Quranla bilirik. Düzdür? Ondan qabaq da 1 il 6 ay qılıblar hara? Biz Qüds deyirik, biz hədisləri qəbul edirik. Miskinlər nə deyir? Yəni, onlar nə deyir? Desələr Qüdsə harada yazılıb? Quran-ı Kərimdə harada dəlil var ki, Qüdsə namaz qıl? Deməli, Peyğəmbər s.ə.v namazı vəhiy ilə qılıb, qardaşlar. Yəni, Peyğəmbər s.ə.v üzün hara gəldi çevirməyib. Vəhiy ilə qılıb. Deməli, vəhiy ilə Peyğəmbərə 1 il 6 ay qiblə göstərilib. Quranda da yoxdur, sünnə də gəlir. Deməli, sünnə vəhidir. Vəhidir.